Görə bildiyin anası özünü biraz düzdür, bir iki saat sonra çıxacaq. Anestezoloqa bağlı bir şeydir. Yəni tövsiyəmiz spinal anesteziyadır. Beldən iynə deyirik biz ona. Tamam mı? Xalq arasında. Problem yaratmır. Yox, niyə yaratmasın? Bütün dünya, hər şey beldən iynə tövsiyə edirik. Ha, məsələn, qan sulandırıcı dərman içərsən, altda yatan hansı bir ciddi bir ürək qapaq xəstəliklərin olar, böyrək xəstəliklərin olar və beynində hər hansı bir problem olar. O zaman biz ümumi narkoz tövsiyə edirik. Amma yoxsa belə, yəni xəstə və uşaq üçün, yəni hamilə və uşaq üçün ən təhlükəsiz və ən zərərsizi, yəni beldən iynə. Nə gözəldir, uşağı görəcəksən, şəkil çəkəcəksən, bir anı olaraq, bir xatirə olaraq da qalacaq. Yaxşı. Hər şey gözünün qabağında olacaq da, onu demək istəyirəm.